elə az öncə də anonsunu verdiyim Ermənistandakı seçkilərlə bağlı bir məsələni müzakirəyə başlayaq. Çünki Alin Simonyan da bir açıqlama verdi ki, artıq seçkilərin tarixi də bəlli olub. Yəni növbəti il üçün 2026-cı ilin 7 iyununda parlament seçkisi keçiriləcək. Artıq alternativlər də, variantlar da səsləndirilməyə başlayıb Ermənistanda. Görək bu variantlar içərisində sizcə həqiqətən Paşinyana namizəd ola biləcək variantlar varmı? Güclüdürmü? Yoxsa əksinə elə irəli sürülən variantlar Paşinyanın daha güclü olduğunu göstərmək üçün mü irəli sürülüb? Bir qədər müzakirəmizə bununla başlayaq. Fərəc bəy, sizdən xahiş edəcəm. Təşəkkür edirəm. Bilirsiniz, seçkilər əslində Ermənistanda dəyişiklik cəhdinin görünən hissəsidir. Yəni, Ermənistanda ciddi şəkildə dəyişiklik etməyə çalışırlar. Həm Ermənistanda maraq olan xarici qüvvələr, həm onların uzantıları olan daxili qüvvələr dəyişiklik etməyə çalışırlar. Həm də Paşinyan başlatdığı kursu sona çatdırmaq üçün artıq Ermənistanı dəyişmək üçün də son addımlar atır. Məncə bu mərhələ sonuncu akorddur hər kəs üçün. Çox əhəmiyyətli bir dönəmə daxil olurlar. Amma dəyişiklik eləmək üçün burada seçkini udmaq bir variantdır. Amma seçkiyə qədər nə ola bilər? Seçki olarsa sonra nələr baş verəcəkdir və onda gərək biz təsdiqat aparaq. Qüvvələr nisbəti nədən ibarətdir Ermənistanda? Ermənistanda daxili qüvvələrə baxdıqda mülki müqavimətin və mülki cəmiyyətin dəyişikliklərdə Paşinyan yanında olmama ehtimalı çox azdır. Yəni bunu müxalifət öz yana çəkə biləcəkmi? Bu bir məsələnin bir tərəfdir. Çünki birinci məsələ burasındadır ki, orada ən çox köhnə ideologiyanı müdafiə edənlər və Sarkisyanı, Köçəryanı, onların ağaları Rusiyanın ortaya qoyduğu müstəvini müdafiə edənlər yaşlı təbəqədir, çox deyirlər. Orta təbəqə müəyyən hissəsi var idi, amma onlar da zərbə aldılar və övladları risk atıla bilər. Onların Sarkisyanı, Köçəryanı müdafiə eləməyinin sonucu olaraq baş verəcəklər də. Ona görə riskə getməzlər. Çünki hatırlayırsınız, 44 günlük müharibədən sonra orta təbəqə çox ciddi şəkildə övladlarının həlak olmasından bağlı tələblər qoyurdular, itkin düşməsinə bağlı tələblər qoyurdular, müharibə istəməməklərlə bağlı tələblər qoyurdular və s. Gənc təbəqə isə bütövlükdə demək olar ki, bütövlükdə Paşinyanın yanındadır. Çünki burada iki həm də ideologiyanın savaşı getdiyinə görə Paşinyanın yanındadılar. Çünki bir köhnə ideologiya var ortada, böyük Ermənistan ideologiyası, cəfəng ideologiya və qonşu dövlətlərə ərazi iddiaları vardı, böyük Ermənistan ideologiyası. Bir də var yeni erməni ideologiyası, bunun adını qoyaq, yeni paşinyanizmi siyasəti. Bu yeni paşinyanizmi siyasəti isə həm Ermənistanı bütövlükdə Avropaya götürmək xətti yürüdür, həm də real Ermənistan şüarından çıxış eləyir ki, mövcud Ermənistanı qoruyub saxlamaq. Burada birinci amil Avropa inteqrasiya, gənclərin ürəyindən də onlar Avropa inteqrasiya olmaq istəyirlər və real Ermənistan məsələsi, güclü Ermənistan məsələsi. Ona görə gənclərin də Paşinyanın yanında olacağı ehtimal olunan məsələlərdən birisidir. Burada çox mühüm məsələlərdən birisi isə meydanda alternativ olaraq çıxacaq qüvvələrin islahatçı komanda olmamasıdır. Bunlar köhnə, əsasında Qarabağ ideologiyası üzərindən Azərbaycanın ərazilərini iddia eləmək, soyqırım məsələləri, böyük Ermənistan yaratmanın bağlı revanşist siyasətlə ortaya gəlibdilər. Əgər bu komandanın yerinə islahatçı, novator, Paşinyanı daha yaxşı idarə eləmək, daha yaxşı sosial təminat vədləri verməklə gəlsələr, bəlkə Paşinyanı yarışa bilərdilər. O mənada ideoloji baxımdan da Paşinyan udubdur məsələni. Burada məsələnin ən ciddi məsələsi budur. Yəni, mülki etiraz olmayacaq məncə. Yəni, o həcmdə olmayacaqdır. Bəs nə orada təhlükəlidir? Burada daha çox Paşinyan Ermənistan ordusunu necə qurub? Kimlərdən ibarətdir? Ordu kritik məqamda onun yanında mı dayanacaqdır? Yoxsa bəzi məqamlarda sərhəddəki toqquşmalar, təxribatlar olurdu, ordunun bir hissəsi iştirak edirdi və bir erməni terrorçu təşkilat var, bir axmaq da adı var, mən onu ifadə edə bilmərəm çox da. Onlar gəlmişdilər, sərhəd bölgələrində təxribatla məşğul olurlar. Vomanı deyirsiniz, ola bilər? Bəli. Voma? Yox, o onlardan biridir. Düşərgədir. Bir terrorçu təşkilatdır, başçılar da gəlmişdi, sosial şəbəkələrdə göstərdi, gəlmişdi, sərhəd bölgələrində özünü göstərirdi. Əgər bunlar o son anda fəallaşacaqmı? Bunlar, məsələn, Köçəryan getmişdi Moskvaya, təlimatlanıb qayıtdı. Biz keçən dəfə sizinlə verişdə də baxdıq, toxunduq, danışdıq. Mən onda da ifadə elədim, indi də hesab edirəm ki, indi sizin söhbətinizin müqəddiməsində deyilirdi ki, Sarkisyan bəli, Köçəryandan sonra artıq Sarkisyana keçib. Məncə, açarlar Köçəryandadır.
seçkiyə qədər onu qorumaq ehtimalı ilə Sarkisyanı biraz qabağa çıxarmaq məsələsi ola bilər. Yəni əsas amma Köçəryan üzərindən deyirsiniz. Məncə ehtimalla Köçəryan həm keşişi, həm Sarkisyan, həm başqaları Köçəryan tərəfindən idarə olunur və hətta hesab edirəm ki, indi mən o məsələyə toxunaram, gələcəkdə toqquşmalar məqamı yetişərsə və ruslar mundirlərin dəyişib qiyamçı şəklində ortada olarsa, bunlar da Köçərlərin ixtiyarına verilmək ehtimalı mümkündür. Yəni o məsələ çox ciddi məsələdir ki, Paşinyan ordunu qura bilibmi və polis qüvvələri, daxili qüvvələri nə qədər sadiqdir? Əgər sadiqdirsə, başqa amillər onun xeyrini işləyir. Xaricdə olan qüvvələr, məsələn, Amerikanın orada səfirliyi var, 2000-ə qədər əməkdaşı var. Kəşfiyyat problemi yoxdur onun, informasiya problemi. Fransızlar gəliblər orada işləyirdilər, təlimatçılar hazırlayırlar, xüsusi qüvvələr hazırlayırlar. Onlar da bu günə hazırlayırlar əslində. Onlar Azərbaycanın... Əslində, Daxili İşlər Nazirliyi ilə bağlı da bir məqam var idi, Fərəc bəy. Bir neçə müddət bundan öncə Ermənistanda Birləşmiş Ştatlardan sırf Ermənistan Daxili İşlər Nazirliyinə dəstək məqsədi ilə bir maliyyə ayrıldı. Yəni, o da ola bilsin ki, onu nəzarət altında saxlaya biləcək bir məqamlarda, bəli, buna fokuslanmış ola bilər bu məsələ. Siz necə? Qareginlə görüş, Petrosyanın görüşü də diqqət mərkəzində idi. Paşinyandan da bir sərt reaksiya gəldi, Alen Simonyandan da sərt reaksiya gəldi. Görüşün əsas məqsədini biraz istəyirəm təhlil eləyəsiniz. Nəyə hədəflənib? Burada kilsənin cəmiyyət içərisindəki rolunu yenidən mi diqqətə çatdırmaq, yoxsa başqa məsələlər də mi var idi, orada müzakirə olunacaq? Yəni, çünki bu qədər sərt reaksiya gəlməyinin səbəbi var deyə düşünürəm. Paşinyan çox sərt reaksiya verdi bunların görüşünə. Belə deyək ki, biraz da Petrosyanın müəllimi kimi görünən bir simadır. Mən ilk dəfə o qədər ona qarşı belə sərt bir münasibətini gördüm. Amma göründüyü qədər Paşinyan özünün vizyonunda qətidir, yəni Avropa xəttini tutubdur. Və bu gün Petrosyanın tutduğu xətti bəyənmədi, qəbul eləmədi ki, sən artıq ortaya qoyduğun xətti dəyişdin. Sən də keçdin ki, sənin yanında dayandın. Əslində, məlum bir süjet var idi Petrosyanın, xatırlayırsınızsa, üzə çıxmışdı Azərbaycan tərəfindən sosial şəbəkələrdə, o keçmiş erməni döyüşçülərlə döyüşəndə bütün məsələləri, açıqlamalardan etiraf eləmişdi. Nə istəyirdilər, niyə ölkə Azərbaycanlılar oradan qovdular və s. O, bizi deyək ki, gözümüzdə biraz dırnaqçı yaxşı erməni timsalını da görsəlsəydi də ona qədər, ondan sonra insanlar anladılar ki, bu görüntüdə bir fərqli, at dərin qatda tam olaraqdan o Böyük Ermənistan iddiası ilə, xülyasından yaşayan ermənilərin çevrəsində olan birisidir. Paşinyanın bugün onu qəbul etməməsi və Qareginlə görüşlərdə irad tutması onu göstərir ki, o anlayıbdır ki, bunu da, bu fiquru və onun arxasında olanları da cəlb eləyirlər Köçəryanın, Sarkisyanın yanına. Bu biraz misyonerdir. Ortada, deyək ki, elçilik eləməklə məşğuldur. Nədən ehtiyatlanır? Baxın, əgər impichment məsələsi başlasa, indi Ermənistan müxalifətinin parlamentə 2 nəfəri çatmır ki, impichment elan olunsun və səs verməkdə də xeyli adam lazımdır. Dəfələrlə Paşinyanın tərəfdarları bildirib ki, bizdən kimsə müxalifət tərəfdə bu məsələdə iştirak eləməz. Ehtiyatlandığı məsələ budur ki, Petrosyanın dolayısıyla o komandada adamları ola bilər və onlara komanda verə bilər və ya aldada bilər. Bu başdan Petrosyanı ifşa eləmək istəyir. Əslində, Paşinyan bugün o savaşa necə hazırlaşır? İdeoloji baza olaraqdan üstünlüyünü təmin edir. Nə ilə? Məsələn, qarşı tərəf ki, meydanlara çıxacaq, ya impichment eləyəcək, yaxud da Paşinyan dəyişmirsə, ya da seçkidə rəqabətə başlayacaq. Nə ilə başlayacaqdır? Alternativ platformasından, şüarlarına. Onların şüarları əsasən bir neçə sahəni, deyək ki, sosial məsələləri, iqtisadi məsələləri, hərbi məsələləri, müttəfiqlər məsələlərini də əhatə edəcəkdir. Başlayaq müttəfiqlər məsələsindən. Paşinyan ona hazırlaşır ki, göstərsin ki, Rusiya bizim yaxşı müttəfiqimiz deyil, KT-metrdə biz ola bilmərik. Biz 44 günlük müharibədə də KT-metrin dəstəyini görmədik və indi də pulu ödəmirik ona görə ki, biz burada sonumuzu, daha doğrusu bundan sonraki fəaliyyətimizi görmürük. Rusiya bizə yaxşı müttəfiq olsaydı falan köməkləri eləyərdi. Ya bu adamlar da Rusiyanın yanındadılar və müttəfiqlik münasibətlərini mən qərib istəyirəm. Onlarsa Rusiyanı istəyir. Seçin. Bayaq mənim də dedi, gənclərin indi açıq qapını nə istəyirlər ki? Qərb qapıları açılsın, biz qərbə gedək, işləyə, inteqrasiyonla və s. Birinci bu mesajdır. İkinci bir tərəfdən sabahlar Petrosyanın bu qarama artdığı məqamda artıq bu başdan onu ifşa eləmək, profilaktik tədbir görməyə çalışır. İkinci məsələ sosial məsələlərdir. Yenə Paşinyan qabaqlayıcı tədbir görəcək ki, mənə qədər var idilər, işlər görürdülər. Rusiyada güya ki, dəstək verirdi, sosial vəziyyət pis idi.
son vaxtlar Ermənistanın gəlirləri xeyli artıbdır, iqtisadiyyat xeyli irəli getdi. Elə başlayıb bir neçə gün bundan öncə də 2018-ci ildən etibarən əhalinin gəliri bəli dəyişməyə başlayıb dedi. Və yaxud da münasibətlər sistemi revanşist çağırışlar. Onlar köhnə ideologiyanın böyük Ermənistan, Türkiyə ərazi iddiası, Azərbaycan ərazi iddiası bu isə alternativ nə qoyur? Açılımlar. O deyir ki, Türkiyədən qapılar açılır, Azərbaycanın qapıları açılır. Biz bütün bu logistik imkanlardan istifadə edirik və varlanırıq. Rusiya bunun indi imkanı ona görə əleyhinədir ki, hələlik açılmasın ki, bunu real olaraq da göstərə bilməsin. O mənada bütün bu aspektdə Paşinyan Petrosel'in görüşündə o iki məqama görə çox narahatdır. Öz adamlarına qarma atması və Rusiyanın, çünki Rusiya artıq yeni bir kart da ortaya atdı artıq. İndiyə qədər Petrosel'e qarma atmırdı bunun çevrəsində. Bəli. Amma indi atmağa başladı və yaxud da, baxın, baş nazirlər verdiyi namizədlər kimlərdir? Keçmiş məmurlardır. Bu komandada olan hətta məmurlardan vardılar ki, onların namizəd. O nə xidmət edir? Komandanı bölməyə xidmət edir. Və burada yalnız mən hesab edirəm ki, bu işləri görəndən sonra Paşinyan bir məsələnin üzrə qalacaqdır. Ya sui-qəsd məsələsi ola bilər. Məsələn, Ermənistanda parlamenti bir vaxt basmışlar, ya o məqam ola bilər və yaxud da gümrü tərpənə bilər. Məlumdur, Rusiyanın mən tərpənişini nəzərdə tuturam tərpənə bilər. Ona isə qarşı məncə bir vaxtlar təlimatçılar gətirib orada hissələrinə təlim keçən xeyli, o da deyil artıq sayını. Fransızlar falanlar. Onlar xüsusi təyinatlılardılar, keçmiş zabitlərdilər. Məncə onlar hazırlar, o götürüblər boynuna. Amerikanlar 2000-ə qədər orada varlar. Yəni o halda ki, qəsd eləmək, aradan qaldırmaq məsələsində də məncə əlləri boşa gedəcəkdir. Paşinyan üzərinə qoyulan bir vəzifə var. Sən mülki etirazları minimuma endir. Qalan şey bizlikdir məsələlərdə. Məncə o da bunu həssaslıqla işləyə bilir. Rusiyadan Ermənistandan danışmışkən SSR-ni yenidən bərpa etmək ehtimalını deyilənə görə təbii ki, Fərəc bəy, Ermənistan üzərindən qurmağa çalışır Rusiya deyə bir ehtimal, yəni iddialar daha doğrusu səsləndirilir. Neçə faiz yəni elə bir ehtimal ola bilər? Nəzərə alsaq, hazır ki, bu kampanyaları da, impeachmenti də, seçkini də nəzərə alsaq. Təbii. Ermənistan Rusiya üçün zəif həlqədir. Bu proseslərdə istifadə edə biləcəyi yerdir. Məsələn, Qazaxıstan kimi deyil. Qazaxıstan bir əl atdı, hücum eləməyə başladı. Qazaxıstan dövlət olmayıb, nəyəm bura falan. Ona da cavab verdilər. Özbəkistanda Lavrov dillə bağlı hakimiyyət saldı, cavabını verdilər falan. Gücü çatmaz, yəni orada bir cəhdlər də oldu Qazaxıstanda, amma Çinin də Türkiyənin də baskısı ilə geri çəkmə məcburiyyətində qaldı. İndi vəziyyəti çox kritikdir Ukraynada. Amma bu nə edir? Yanğını iki cür söndürürlər. Bir partlayışla, bir də su ilə. Rusiya bu yanğını partlayışla söndürmək istəyir. İkinci bir münaqişə ocağı açmaq, ikinci bir yer açmaq. Həm Qərbin başını qarışdırmaq istəyir. Və həm özün güclü göstərmək istəyir. Öz cəmiyyətinə də, dünyaya da güclü göstərmək istəyir ki, mən Ukraynada heç bir şey yoxdur, savaşıram, mən taktiki məsələlərdə bunlar irəli gedəcəm. Hətta bunu bitmiş saymışam, başqa yerlərdə də əl atmaq istəyirəm. SSR-ni də bərpa eləmək istəyirəm. Yadınızdadsa, Rus Dumasında SSR-in bərpasından bağlı bir məsələ də qaldırılmışdı ki, SSR-nin ləğv olunması qanunsuzdur və bu qanunsuz olduğu üçün də Rusiyanın Ukrayna ərazisində apardığı mübarizə daxili mübarizədir. Belə bir də məsələ demişdilər. Ona görə bu Ermənistanda o cəhdləri daha çox burada eləməyə çalışacaq, çünki uğur qazanma ehtimalları çoxdur. Yəni bunu Ermənistanın daxilində mi eləyəcək, yoxsa burada Azərbaycanı da mı məcburi salacaq? Azərbaycanı heç nəyə cəlb eləmək imkanı yoxdur. Azərbaycan çox ciddi şəkildə artıq bir Türk dövləti təşkilatında məhvərində Türk-Azərbaycan olmaqla özünü müdafiə bir qurumundadır. Bu heç kimi təhdid edən bir qurum deyil, heç kimə savaş açan bir qurum deyil, amma ciddi şəkildə özünü müdafiə edən. Macaristanda da 71 mətnlə ibarət bəyanat qəbul olundu. Ondan əvvəl də görüşlər olmuşdu. Azərbaycan və Türkiyə, Türk dövlətləri ümumiyyətlə hamısı bir yerdə bu məsələlərdə rıçaq kimi istifadə oluna bilməz. O məsələ bitdi, keçdi. Azərbaycan fərqli bir məsələyə keçibdi. Amma Ermənistanda məsələn gümrü bir vaxt nə üçün yaradılıb? Türkiyədən olan təhdidlərə qarşı bir hərbi baza kimi. Bugün Türkiyə təhdidinə qarşıdırmı o? Xeyr, təbii ki, yox. Nə üçün o lazımdır? Ermənistan daxili situasiya vəziyyətinə təsir eləmək imkanları kimi bir alət olaraqdan mən tamamilə razılaşıram ki, o daxildə artıq kontingent də məncə məqsədinə, missiyasına uyğun dəyişdirilibdir. O, məsələn, sıravi əskərlərdənsə daha çox kəşfiyyatçılar, xüsusi təyinatlılar, Vagnerçilər, nə bilim, snayperçilər, müxtəlif silah düzlədənlər, təlimatçılar kimi
məncə formalaşdırılır. Çünki missiyası başqadır bunun. Artıq başqadır. Ona görə daxildən cəhd eləyəcəklər və bunu amma məncə kifayət qədər Ermənistan tərəf anlayıb və hazırlıq görürdü. Hər dəfədə xatırlayırsa, təxribatlar olanda Paşinyan deyirdi ki, gəlin monitor qrupu yaradaq, baxaq o kim elədi. Biz eləməmişik. Bir dəfə də o Erməni terror təşkilatının üzvlərini həbs elədilər o təxribata görə. Mən onu doğru səbəb qəbul edirəm. Çünki niyə? Ona görə yox ki, Paşinyana bizim etibarımız və innamız var. Ona görə ki, Ermənistan gücü yoxdur və ona lazım deyil ki, savaş eləmək, savaş aparmaq. O mənada Rusiyanın Ermənistanı bir mümbit yer kimi seçməsi ki, burada ola bilər ki, bəzi məsələlərə təsirli. Hətta bəli, Azərbaycan amilində nəzərə alırlar ki, məsəl üçün, Azərbaycan özündən çıxaraq ki, Zəngəzur dəhlizini aşmır, ged biz də dəstək verərik sənə, 9-cu bənd var ortada. Amma bu oyunlarda keçməsi ki, Azərbaycan tərəfi bir dəfə tərkirlərlə xatırlayırsa, dəfələrlə hətta Amerikanlar tərəfindən də deyilirdi ki, Azərbaycan Zəngəzur dəhlizini aşmaq istəyir, zorlaşmaq istəyir falan. Azərbaycan prezidenti bildirir ki, biz Zəngəzur dəhlizində tanklarla girmək fikrində deyilik. Biz mülkü avtomobillərlə girib Naxçıvandan çıxmaq fikrində bu qədər. İkinci Qərbi Azərbaycan məsələmizdə biz işğal siyasəti yürütmürük. Azərbaycan xalqımızın öz ana vətəninə qaytarılmasına bağlı danışırıq. Yəni Azərbaycanın bu oyunlarda bəsit şəkildə təliyə salmaq mümkün deyil. Amma Ermənistana qarşı bunu eləmək Rusiya üçün çox vacibdir. Mən sizə kesin verilişdə də bu məsələyə toxunmuşdum ki, hətta Rusiya Ermənistandan başqa bir neçə postsovet məkanında da münaqişələrə qıcıqlandırma oyatmaq fikrində ola bilər. Ki, biraz qüvvələr nisbəti də dəyişsin. Çünki yaxın şərqdə onun deməli, Qəzzədə baş verən hadisələrlə bağlı prosesi baş tutmadı. İranın proksi qüvvələri tez əzildi. Orada daha çox istəyirdi məşğul eləsin. Amerikanı, Qərbi falan, həm vəsait açdılar, həm o ara təzə başında görürüz. Ukrayna yardım məsələsindən daha çox Amerikanlar ora yönəlmişdi. Ona görə bu taktikanı həyata keçirmək üçün hazırlıq görür. Amma indi təbii ki, mən də razılaşıram ki, ağır olacaq bu üzümüzə gələn müddət. Artıq açıq şəkildə qüvvələr meydana çıxıblar. Oradalar düzülübdülər qarşı-qarşıya. Hibrid bir savaş gedir. O savaş başlayıbdır. İstəyir kilsə ilə Paşinyan olsun, Petrosya ilə Paşinyan olsun, Sarkisyan, Kösəryanın. Dolayısıyla Paşinyan Rusiyadan savaşa başlayıbdır artıq. Amma onun daxildəki resursları məsələsinə gəlincə, Rusiyanın bugünkü Ukraynadakı vəziyyəti, maliyyə məsələsindən sıxıntıları, üstəgil Paşinyana da biraz açıq şəkildə üstə gedə bilmirlər. Nəyə görə? Paşinyan bayaq dedik, iqtisadi artımlarının daha çox nəyin hesabınadır? Aldığı malları alır, daha çox hərbi məqsədli malları alır və Rusiya ötürür, satır, belə deyək ki. Aldığı ithal etdiyi malları Rusiya ixrac edir. Gəlir də buradan götürür, Rusiya da sərf edir. Bir pəncərə var buradan ona. Sanksiyaları pozur Ermənistan, faktiki olaraq Qərbin sanksiyalarını. Ona görə çox da o məsələdə belə üstə getməkdə, belə açıq getməkdən ehtiyat edir. Amma məncə çalışacaq ki, sıxsın, bir şeyə nail olsun. Mən hər halda düşünürəm, mənim subyektiv fikrimdir ki, nəticə etibarıyla Paşinyan bu məsələdən qalib çıxacaqdır. Siz necə seçki impeachment məsələsindən danışdıq, həm də bizi də bir növ əlaqələndirən məsələlərdən idi. Çünki hakimiyyətə gələcək şəxs də Azərbaycan-Ermənistan münasibətlərinə də təsir göstərir və təbii ki, Ermənistana təsir faktoru kimi Rusiyadan da danışmışkən, istəyirəm biraz da yenə qlobal səviyyədə Rusiya-Ukrayna cəbhəsinə də nəzər yetirək. Sonuncu olaraq İstanbulda iyunun 2-sində bir görüş keçirildi. Yenə bir razılaşma oldu. Bu dəfə də cəsədlərin bir-birinə təqdim olunması, çatdırılması məsələsi. Müəyyən bir rəqəmlər də açıqlandı. 1212 cəsədin təhvil verilməsi. Ancaq burada diqqətimi çəkən bir məqam da var idi. Hətta Zelenski də açıqlamasında bildirdi. Say olaraq, tam olaraq xatırlaya bilmirəm, amma uşaqların təhvil verilməsi məsələsini daha çox gündəmə gətirirdi. Amma Rusiya qarşılıq olaraq o sayı tamamilə azaltdı. Yəni 5000 civarında deyil, Ukrayna 5000 civarında deyil. Yəni birincisi say olaraq bu qədər uşağın Rusiya ərazisində olması Ukrayna üçün nə qədər bir təhlükədir. Yəni onların gələcəyinin formalaşdırılması baxımından. İkincisi də ki, istəyirəm Rusiyanın məhz uşaqlardan istifadəsi məqsədini biraz təhlil edəsiniz. Niyə Rusiya uşaqları təhvil verməkdən boyun qaçırır? Fərəc bəy. İcazənizlə Telman bəndə bir son fikrə bir kiçik əlavədən sonra başlayayım. Təbii ki, Ermənistan qoltuqaltı bir qüvvədir, dövlətdir və parazit dövlətdir. O sadəcə ağasını dəyişməklə məşğuldur. Müstəqil dövlət olmaq uğrunda bir mübarizə aparmaq imkanlarına malik deyil, aydın məsələdir. Orada iki cür baxış var. Biri, yəni Rusiyasız biz yaşaya bilmərik. İkinci, biz Rusiyasız yaşamalıyıq.
iki düşüncənin savaşı idi əslində. Biz bu günlərə söhbət elədiyimiz mövzu da bununla bağlı idi. Baxaq ki, hansı düşüncə qalib gələcəkdir. Əslində onların Ermənistanın Azərbaycanla Türkiyə ilə açılmalar istəməyinin kökündə də bu durur. Ağamız pis gündədirsə və özü də Türkiyə ilə münasibət saxlamağa çalışırsa, biz niyə Türkiyə ilə düşmən olmalıyıq ki? Yəni, özünü qoruma instinktindən parazit həyat olaraq növbəti qoltuq altı yer axtarırlar, növbəti bir ağ axtarırlar. Axtarış bundan ibarət. Amma Rusiyanın da vəziyyətdə baxıb, deyək ki, addımlarını da ona görə də ola bilər ki, müəyyənləşdirsinlər. Mən tamamilə razılaşıram ki, Paşinyandan sonra nə olacaqdır? Elə Azərbaycanın sual düşündürür ki, biz məsələn belə konuşuq ki, konstitusiyada dəyişiklik olandan sonra sülh müqaviləsi bağlanmalıdır. Çünki Paşinyandan sonra gələn bir qüvvə konstitusiyaya istinad ediləcək, yoxsa yox? Biz o məqamı təbii ki, mütləq şəkildə yadımızda saxlamalıyıq. Sualınızın cavabına gəlincə isə Rusiyanın bayaq o biraz anatomiyası haqqında Telman bəy danışdı. Onların mahiyyəti budur. Yəni, bir yerlərə islahatla getməzlər, bir yerlərə savaş aparanda türk savaşçısı kimi getməzlər ki, gedəsən yerli xalqa hörmət eləyəsən, dinini qoruyasan, mədəniyyəti qoruyasan. Gedərlər və dağıdarlar. Özlərində bir şey yoxdur ki, onu versinlər, yerinə təqdim eləsinlər. Çox kasıbdırlar o mənada. Ona görə bunların bugün Ukrayna xalqına qarşı bu cür əzazil şəkildə mübarizə aparması, əgər bunu mübarizə adlandırmaq mümkünsə, soyqırım aparması və uşaqları da götürməsi mənim üçün şəxsən təəccüblü deyil. İki məsələ ilə bağlı bunlar uşaqlar böyük ehtimalla götürürlər. Biri budur ki, onlar cəzalandırırlar güya. Məsələn, hətta o uşaqların dəyişilmə məsələsində belə bir fikir deyirlər ki, açıq şəkildə bildirdilər onu. Putinə məruzə edirdilər, onu sosial şəbəkələrdə paylaşılmışdı, Ukraynalı paylaşmışdı. Mən baxdım, hətta orada belə bir ifadə işlədirlər ki, valideynləri bizə qarşı döyüşməyən uşaqların qaytarılması məsələsi. Ayıbdır yəni bu ifadə. Valideynləri bizə qarşı döyüşməyən uşaqların valideyni döyüşürsən, uşağı girov saxlamısan deməli. Bəli. Bu birinci tərəfdir. İkinci, öc olsun. Dünya mənə qarşı savaşanların, hətta uşaqların belə sıradan çıxararaq. Necə ki, Zori Balayan öz kitabında yazır ki, biz ona görə Azərbaycanlıları belə öldürürdük ki, Şerif Sarkisyan çıxında demişdi ki, görsünlər ki, biz heç kimə güzəşt eləmirik, dinc əhaliyə güzəşt eləmirik. Bu faşizm xislətindən gələn bir məsələdir. Üçüncü, onlar bir qism uşaqları da saxlayıb sonradan zombiləşdirmək, özünküləşdirmək, Ukrayna qarşı istifadə eləmək. Bu da klassik bir çox dövlətlərin o kəşfiyyatında istifadə olunan üsullardan birisidir. Rəqəm çox böyükdür. İndi sevinə-sevinə deyirdilər ki, bizə bir siyahı veriblər. Orada cəmi 320 neçə nəfərin siyahısı vardı. Məruzəçi Putin deyirdi. Siyahı da göstərirdi orada. Bu, məlum olanlar adında verilibdir. Amma itkin düşmüş adı altında verənləri vermiblər bunlar. Onlar mütləq şəkildə bildiklərinin adlarını veriblər ki, bu səndədir. Amma rəqəm minlərdən gedir. Yəni, adamları aparıblar, xüsusi bir düşərgələr yaratma, güya ki, reabilitasiya düşərgəsi. Aslında onlar konsulagirlərdilər. Uşaqları valideyndən ayırmışsansə, aparmışsan, yığmışsan konsulagirə. Yəni, bu nə davranışdır? Mən hesab edirəm ki, bu müharibənin ən qəddar formada aparılması və müharibənin öz qaydaları var, qanunları var. Onda şərəflə aparmaq üsulları var. Sən uşağın üzərindən siyasət yürüdürsə, müharibə aparırsan, o, məsələn, mən duyğularıma indi yeni düşdüm də, bəlkə bu siyasi təhlil eləmək əvəzinə fərqli ifadələr işlətdim. Amma doğrudan axı biz türk olaraqdan tarixən görmüşük ki, bizim babalarımız elə mübarizə aparmırdılar. Onlar heç bir yerdə dinc əhaliyə qarşı olmurdular. Hətta son anda İslam dinini qəbul edən anları belə qılıncdan keçirməyiblər, təslim olanları öldürməyibdilər. Uşaqları himayələrində saxlayıbdılar. Özlərinin əskərlərinin yeməklərdən kəsib əsirlərə veribdilər. Biz belə gördük. Amma bunlar nə cür davranırlar? Ukraynanın Rusiya qarşı mübarizəsi həm də bu faşizm əhval-ruhiyyəsində, bu faşizm düşüncəsinə qarşı bəşəriyyətin mübarizəsində. Bütün bəşəriyyət boşundur ki, Ukrayna məsələ dəstək versin ki, bu düşüncə aradan geçsin. Bu düşüncə ortada qaldıqsa, Hitlerin düşüncəsi kimi ondan da qat-qat pis olan bir düşüncədir bu və bəşəriyyətə zərər verməyə başlayacaqdır. Məncə, bu növbəti danışıqlarda, bəli, növbəti danışıqlarda onlar əgər Ukrayna tərəfi nail olmasa ki, uşaqların alınması falan, Ukrayna tərəfə Qərbin, başqa dövlətlərin dəstəyi daha çox bu amilə görə daha çox artmaq başlayacaqdır, mən hesab edirəm ki. Tik danışıqlarla yanaşı cəbhədə də addımlar səngi bir elə hər iki tərəfin, istər Rusiyanın, istər Ukraynadan söhbət gedir. Sonuncu olaraq Ukraynanın hörümçək torundan sonra Rusiyada bir aktiv hərəkətə keçdi. Ancaq Polşanın prezidenti çox narahatdır, açıqlama verib ki, Moskva yerində dayanmayacaq, yeni bir hücumları hazırlaşır və bu bizim üçün də bir təhdiddir. Yəni Rusiyanı bir növ siz sanksiyalarla qarşısına ala bilməyəcəksiniz. Çünki Rusiya hazırda da çox yaxşı bir vəziyyətdədir. Həqiqətən yaxşı bir vəziyyətdədirmi Fərəc bəy?
İndi mən bu suala cavab vermədən əvvəl Təğman bəyə təşəkkür edirəm. Çox doğru bir məsələ toxundu. Mən də ona toxunub keçdim üstündən biraz. Bir vaxt Baykal-Amur magistralının adı altında bizim nə qədər gənclərimizi, Orta Asiyada nə qədər gəncləri apardılar orada, qəsəbələr, şəhərlər saldı. Hamısı da qaldı orada. Ruslan evində qaldı orada. Mən xatırlayıram ki, 80-ci illərdə burada Bakıda tikiş fabrikində nə qədər qızlar gətirmişlər Rusiyadan, oturtmuşlar burada yataq. Hamısı burada evləndi qaldı burada. Bəli, bunlar belə taktikdən istifadə edirlər və yenə də bu işlərində də, yəni klassik formada təşəkkür edirəm ki, onu xatırlatdınız və hamı da cəmaatında bunu bilməsi lazımdır. İnsanlar bunu bilməlidirlər. Bunlar hansı üsullara əl atırlar? Bizim bu günə o görürük, Rusiyada nə edirlər? O xüsusi qanunlar qəbul edirlər ki, Ruslan evlənsən bu imtiyazları verir, sənə uşaq olsa bu qədər dünyaya gəlsən, bu qədər pul verilir falan. Bu hamısı motivasiya edirlər ki, bunlar bu vəziyyəti dəyişsinlər. Məncə Rusiyanın vəziyyəti bölgədə, o döyüş bölgəsində yaxşı deyil. Əslində Rusiya bərbad gündədir. Yəni sadəcə olaraq çalışır ki, bu döyüşlərdə bu yayda nəyəsə nail olsun. Çünki əgər bu yayı çox kəskin şəkildə ciddi nəticələrlə sıxıb Ukraynanın, sonra da bir müqaviləsi əldə eləməsə, artıq növbəti mərhələyə əzilmiş şəkildə meydandan çəkilmək məcburiyyətindədir. Axırıncı resurslarını toplayıbdır və yayda ola bilər ki, hücum kampaniyasında taktiki baxımdan uğurları olsun. Əslində Ukrayna Rusiyaya qarşı bir simmetrik müharibə aparmır. Tamam fərqli bir gedişlərlə müharibə aparır. İkinci Dünya Savaşında kimi səngərlər çıxıb ura deyib qranat atmaqla məşğul edir. Görürsünüz, dronlarla gedib neçə min kilometr kənarda bunların obyektlərini vurdu. İndi informasiya gəzir ki, Sakit Okeanda olan Rus gəmilərini vurmağa, sıradan çıxarmağa hazırlaşırlar. Yəni, ən strateji yerlərinə zərbə vurmağa çalışırlar və başqa planlarında nə varsa, bu təbii ki, bizə məlum deyil, savaşırlar və özlərin təsdiq elədilər ki, biz savaşırıq və məğlub olmayacaq, biz heç nə vermək fikrində deyilik. Nəinki bu, indi başlayıblar Krımı, nə bilim, 4 dənə bölgəni verməlisən, tutmadığım yerləri də belə verməlisən, belə. Bunlar hamısı nağıldılar. İrəliləyişləri ola bilər, 5 dənə ondan kənd almaqla. Mən keçən dəfədə sizlə söhbətdə toxundum. Son bir ildə 0,6% ərazi tutubdular. Amma mən dünən baxıram bir statistikaya, gün ərzində son gün, ayın 7-sində Ukrayna bir dənə savaşda, bir hücumda bunların qatarlarla apardıqları texnikalar vurublar, 13 tank vurubdular, 100-ə qədər zirehli texnikasını sıradan çıxarıbdılar, 1000-ə qədər əsgərlərini öldürdülər bir gündə. Yəni, nəyin hesabına 15 yəndə tutur? Ukrayna əsgərlərini qoruyur, o külə dönmüş yerlərdə adamlar niyə saxlamadı? İnfrastruktur yox, su yox, yemək yox, bir şey yox, yağış kimi yağan, dolu kimi yağan raketdə altında niyə qalmalıdır? Çərçi gəl, sən tut burada, otur burada. Cəbhənin də qaydaları var. Sən nə qədər Rusiyadan uzaqlaşıb daxilə gəlirsənsə, sənin logistik imkanların var mı bunu təchiz edəsən? Ərzaqla təchiz edəsən, silah-sursatla təchiz edəsən. Hətta hesablamalar var ki, bunu mütəxəssislər deyirlər. İndi Ukraynanın 1/3 ərazisini tutmaq üçün Rusiyanın indikindən 3 dəfə çox ordusu lazımdır ki, tutsun. Saxlasın, yoxa tutsun. Yəni, bu çox çətin bir məsələdir. Məncə, Ukrayna çox sakit, soyuqqanlı, rahat şəkildə döyüşür və Rusiyanın haykü ilə belə ki, göstərdikləri bir şeylər deyil. Qisas alacaq dedilər bu məşhur hörümcək tor əməliyyatından sonra. Bəli, amma deyirlər hazırlaşır. Yox, əli dedilər ki, vurduq. Lavrov dedi ki, birini qisas aldıq biz. Neynədilər? Dinc əhali olan yerlərə raketlər atdılar. Bu nə cür qisas aldıq? Xislətlər odur da. Hissələri budur. Amma Ukrayna eləyir? Çox nöqtə zərbələrindən, hərbi hissələri, təyyarələrini, pualarından vurur. Bir dənə adam deyə bilməz ki, onlar mülki əhaliyə qarşı hücum təşkil edir. İstəsələr kütləvi qırğınlar edə bilərlər də. O puanın bir uçudarlar, onların bir də daxili bazarına minlərlə adam birdən ölür. Amma eləmirlər bunu. Yəni, bunu da dünya görür. Ona görə mən hesab edirəm ki, Rusiya belə aqressiv şəkildə ki, quzuzlaşmış şəkildə ki, gedir. O son can vermə mərhələsindədir. Bu mənim Ukrayna xalqına simpatiyamla irad gələn bir şey deyil. Hesablamalar onu göstərir ki, artıq dünya da hər şey anlayıbdır. Mən ilk günlərdən deyirdim ki, Trump bəlkə başqa prezidentlərdən daha çox töhfə verəcəkdir bu məsələlərdə. O da artıq bilmənə şəkildə Ukraynanın yanında, artıq konqresdə nümayəndə paltarasında o sanksiyalarla bağlı söhbətlər gedir və yardımlar məsələsi almanlardan danışırlar falan. Çox ciddi şəkildə də dəstək verəcəklər. Artıq Ukrayna özünün lazım olan silah-sursatının böyük bir hissəsini özü istehsal etməyə başlayıbdır. 1000 kilometrə qədər vuran artıq raketləri var bunların. Pualar istehsal edirlər. İngiltərə 600 min deyəsən puanı verim. 600 min ədəd pua vermək haqqında razılaşmaları vardı bunun. Fransızlarla bir yerdə pua zavodları tikirlər artıq. Bütün məsələlər qayda saldılar. Mən hesab edirəm ki, Rusiyanın belə haykü salmağına baxmayaraq yaxın zamanlarda gərgin olacaq. İtkilər ola bilər.
dağıntılar ola bilər. Bunu Ukrayna da gözə alıbdır. Amma bunun ardınca Ukrayna çox ciddi şəkildə məsələlər samana salacaqdır. Mən hesab edirəm ki, heç bir güzəştə getməyəcəkdir və Ukraynanın bərpası da çox böyük bir Marshall Plan kimi bərpası olacaqdır. İndidən hətta Amerikanın bir müqavilə bağlayıblar, qiymətli metallarla bağlı. Onun hər biri 50% vəsaiti qoyurlar, Ukraynanın içərisində çox fond yaradırlar indidən. Orada çox böyük rəqəmlərdən söhbət gedir. Ukrayna Avropanın ən güclü dövlətlərindən, ən gözəl dövlətlərindən birisi olacaq. Bunu Rusiyanın bilməsi lazımdır. Rusiya vəziyyəti həddən artıq kritikdir. Biraz Trampa güvənirdi ki, bəlkə Tramp bu məsələlərdə Ukraynanı sakitləşdirə, bunlara da biraz meydan aça, bu tezliklə sülh müqaviləsi Rusiyanın şərtləri daxilində ola. Artıq məsələ bu da qatar getdi. Artıq bu məsələdə Tramp açıq şəkildə Putini tanıdığını bildirdi. Dedi, adam ağlını itiribdir. Belə hərəkətlərini kontrol edə bilmir. Ağlını itirmiş bir adama da məncə daha bundan sonra yardım olunmaz. Valideynlər yoxdur. Cəmaatı bunlar qorxuzubdular. İllərdir bunlar cəmaat bərfəriyyədədir. Rusiyanın elə nədirsə budur. Heç nə yoxdur. Yeni bir dənə raket düzəltmişdi, o da getdi Qazaxıstanın üstündə patladı. Hələ güya ki, ən böyük kinjallardan istifadə edildi. Təhdid edirdi. Əslində o nüvə silahına təhdidə cavabdır. 34% nüvə başlığı daşıyan arsenalı sıradan çıxarılması o deməkdir ki, sən nüvə ilə təhdid eləmirsən, al bu 34%-in getdi. Sonra yerinin tərəfindən ki, o birisi də vuraraq. Halbuki o qırılan